Salam əziz şagirdlər və fizikanı öyrənmək istəyənlər. Bugünkü dərsimizdə biz sizinlə 8-ci sinif fizika dərsliyindən olan dalğanı xarakterizə edən fiziki kəmiyyətlər mövzusu ilə tanış olacaq. Gəlin başlayaq. Dalğanı xarakterizə edən fiziki kəmiyyətlərə aşağıdakılar aiddir. Dalğa periodu, dalğanın amplitudu, dalğa tezliyi, dalğa uzunluğu və dalğanın yayılma sürətini göstərmək olar. Dalğa mənbəyinin rəqs periodu mühitin zərrəciklərinin bir tam rəqsinə sərf olunan zamandır. Və rəqs periodu biz bilirik ki, belə ifadə olunur. Böyük T bərabərdir. Kiçik T bölünsün N şəklində ifadə olunur. Düsturda tez zaman, böyük T isə perioddur. Hər ikisi skalyar kəmiyyətdir. Vahidi saniyə, cihazı saniyə ölçəndir. Böyük N isə rəqslərin sayıdır. Vahidi və cihazı yoxdur. Ümumiyyətlə, verilən qrafikə əsasən biz periodu tapmaq mümkündür. Bunu tapmaq üçün aşağıdakı şəkildə tapılır. İlk öncə biz cismin başladığı nöqtəyə baxırıq və başladığı nöqtəyə baxdığımız zaman onun bir periodunun baş verməsi üçün əsasən 4 amplitud getməlidir. Bizdə də qrafik görürsünüz ki, XM, yəni amplitudun zamandan asılı qrafikidir. 4 dənə amplitud getməlidirsə, biz bu zaman bu hissələri götürdüyümüz zaman gəlib ikinci nöqtəmiz 4 saniyənin üzərinə düşür. Yəni biz burada 1, 2, 3, 4 amplitud sayısaq, bu zaman 4 saniyə üzərindəki nöqtəni götürməliyik və bu zaman bizim aldığımız zaman bizim üçün period hesab olunur. Yəni cisim başladığı nöqtəyə qayıtmalıdır. Sadəcə qayıdan zaman bir tam period şəklində, yəni bir tam rəqs etməlidir və tam rəqs edən zaman isə sərf olunan zaman bizdə period olacaq. Dalğanın tezliyi deyəndə rəqsi hərəkət edən zərrəciyin rəqs tezliyinə bərabərdir. Dalğa mənbəyinin rəqs tezliyi mühitin zərrəciklərinin bir saniyədəki rəqslərinin sayıdır. Rəqs tezliyi nüh bərabərdir n bölünsün t şəklində ifadə olunur. Bəzən biz burada rəqs tezliyini n hərfi ilə, bəzən isə nüh hərfi ilə işarə edirik. Skalyar kəmiyyətdir, rəqs tezliyidir. Vahidi 1 bölünsün saniyə və ya saniyə üstü -1 hertzdə şəklində də ifadə oluna bilər. Vahid. Cihazı isə saniyə ölçəndir. T və N bayaq dediyimiz kimi slaydda tez zaman, N isə rəqslərin sayıdır. Ümumiyyətlə, düstura əsasən period və tezlik tərs mütənasib kəmiyyətlərdir. Bu onu göstərir ki, əgər bir kəmiyyət artan və ya azalan zaman digər kəmiyyət də əksinə azalıb və ya artmalıdır. Bu zaman bu kəmiyyətlər arasında tərs mütənasiblik ödənilir. Qrafiki isə tərs mütənasibliyin qrafiki aşağıdakı hiperbola şəklində təyin olunacaq. Bu hissədə də bizdə period və tezliyin dediyimiz üsullarını cədvəl şəklində sizə yazmışıq. Bu cədvəldən istifadə edərək siz məsələ həllindən həll edə bilərsiniz. Yəni, məsələ həllində bu cədvəldən istifadə edərək məsələlərinizi asanlıqla həll edə bilərsiniz. Keçək digər kəmiyyətə. Dalğa mənbəyinin rəqs amplitudu mühitin zərrəciklərinin tarazlıq vəziyyətindən maksimum uzaqlaşdığı vəziyyətdir. Məsafə sayılır. Rəqs amplitudu adətən ya böyük A ya da XM ilə işarə olunur. Vahidi metr, cihazı xəttkeşdir. Qrafik əsası amplitud bu şəkildə təyin olunur. Yəni biz hər hansı bir T oxundan yuxarıdakı hissəni götürürük. Yəni T oxundan yuxarıdakı hissə müəyyən rəqəm verilir. Həmin hissədəki rəqəm biz amplitud qəbul edirik. Həmçinin bu şəkildə də biz uzunluğa dalğalarda amplitudu təyin edə bilərik. Yenə də amplitud hər hansı ortadakı xəttdən yuxarıdakı maksimum olan xətt nəzərdə tutulur. Yenə də bu şəkildə bizdə amplitud eyni formada verilmişdir. Yəni amplitud adətən X oxundan yuxarı hissəni nəzərdə tutulur. Yəni bir növ elə bir ki, ordinat oxunda olan hündürlük götürülür. Şəkildə baxın, yüksək amplitud, aşağı amplitud formasında bizdə şəkillər verilmişdir. Amplitudu böyük olan uzunluğa dalğa daha böyük sıxlaşmaya malik olur. Yəni, hansı halda amplitud böyüdürsə, bu zaman sıxlaşmalar da böyük olur. Yüksək və aşağı amplitudun şəkillərini siz görə bilirsiniz. Yüksək amplitud bir növ aşağı amplituda nəzərən daha hündür, daha böyük olur. Dalğa uzunluğu bir rəqs periodu ərzində dalğanın yayıldığı məsafədir.
Yəni bu şəkildə də görürsünüz. Burada adətən iki sıxlaşma, ümumiyyətlə dalğa uzunluğu hesablayarkən biz uzunluğa dalğada iki ardıcıl sıxlaşma və seyrəkləşməni götürürük. Yəni onların arasındakı məsafəni götürürük. Enli dalğada isə iki ardıcıl qabarıq və çökəkliklərin mərkəzləri arasındakı məsafəni götürürük. Yenə də burada şəkildə görə bilirsiniz ki, şəkildə iki çökəklik arasındakı məsafə dalğa uzunluğu kimi qəbul olunmuşdur. Həmçinin bu şəkildə də iki qabarıq və iki çökəklik arasındakı məsafə dalğa uzunluğu kimi götürülür. Yenə də bu şəkildə görə bilərsiniz. Ümumiyyətlə sıxlaşma və qonşu seyrəkləşmənin mərkəzləri arasındakı məsafə dalğa uzunluğunun yarısı qəbul olunur. Dalğa uzunluğu lambda hərfinə işarə olunur və vahidi metrdir. Burada da görə bilərsiniz, dalğa uzunluğu aşağı və yüksək dalğa uzunluğunu götürsək, zaman görə bilərik ki, əgər iki qabarıq, iki çökəklik arasında məsafə nə qədər böyüdürsə, dalğa uzunluğu da bir o qədər böyük olur. Amma bu şəkildə də görə bilərsiniz, məsafə böyüdükcə, yəni iki qabarıq çökəklik arasında dalğa uzunluğu da böyüyür. Amma tezlikləri götürəndə, tezliklərdə adətən fikir veririk ki, dalğalar nə qədər sıxdırsa, biz o zaman deyirik ki, yüksək tezlikdir. Nə qədər aşağı tezlikdirsə, o zaman dalğalar bir-birinə daha seyrək yerləşmiş olurlar. Dalğanın sürəti digər dalğanı xarakterizə edən fiziki kəmiyyətlərdən biridir. Dalğanın sürəti rəqslərin mühitdə yayılma sürətidir. Bir saniyədə dalğanın getdiyi məsafə dalğanın yayılma sürəti adlanır. Dalğanın getdiyi məsafəni dedik, dalğanın yayılma sürətidir. Bu şəkildə də görürsünüz. Dalğa yayılarkən özü ilə enerji ötürülür və bu zaman biz demişdik ki, maddə daşınması deyil, enerji daşınması baş verir. Aşağı enerji ilə yüksək enerjili dalğalar arasında da fərqi görə bilərsiniz. Aşağı enerjilərdə görürsünüz ki, amplitud da kiçik olur, amma yüksək enerjili dalğalarda adətən amplitud daha böyük olur. Dalğanın yayılma sürəti belə ifadə olunur. V bərabərdə lambda nö və yaxud V bərabərdə lambda bölünsün T şəklində təyin olunur. V burada sürətdir, vektorial kəmiyyətdir. Lambda dalğa uzunluğudur, vahidi metrdir. Nö tezlikdir, bayaq dedik, vahidi bir bölünsün saniyə və yaxud hertz şəklində də götürülə bilər. T perioddur, vahidi saniyədir. Hər iki kəmiyyət skalyardır və cihazı saniyə ölçəndir. Dalğanın sürəti ümumiyyətlə düsturdakı heç bir kəmiyyətdən asılı deyil. Yalnız mühitin növündən asılıdır. Yenə də görə bilərsiniz, hər bir mühitdə dalğanın sürəti fərqlidir. Bu slaydda da siz dalğanın yayılma sürətinə dair düsturları cədvəl şəklində görə bilirsiniz. Bu slaydda isə biz mövzuya dair bəzi tapşırıqlara baxacağıq. Gəlin başlayaq. Məsələdə bizə deyilir ki, qrafik əsasən dalğanın amplitudunu, periodunu, tezliyini və sürətini təyin edir. Amplitudu təyin etməmişdən qabaq, gəlin qrafikin üzərindəki kəmiyyətlərə baxaq. Bir kəmiyyət XM şəklində yazılıb, yəni X yəni amplitud vahidi metr. Burada əslində koordinat şəklində yazılıb. T isə saniyə, zaman formasında yazılıb. Bizdən amplitudu soruşan zaman biz dedik ki, hər hansı X oxundan, yəni zaman oxundan yuxarıdakı hissəyə götürülür. Yəni burada belə bir qabarığın hündürlüyü nəzərdə tutulur. Bizdə də qabarığın hündürlüyünə fikir versəz, görərsiniz ki, 0,2 metrdir. Gəlin yazaq. Onda belə çıxır ki, XM bizdə 0,2 metrdir. Period demişdik ki, cisim başladığı nöqtəyə qayıtmalıdır. Yəni biz burada bu nöqtədən başlamışıqsa, bir tam period, yəni 4 dənə amplitud getməliyik. 1, 2, 3, 4. Onda biz bu nöqtəyə gəlib çatmalıyıq. Bu zaman bizdə zaman, baxsaq, yəni burada perpendikular endirsəydik, zaman bizdə 2 saniyə olardı. Ona görə də buradakı zaman bizim üçün period qəbul olunur. T bərabərdir 2 saniyə. Tezlik isə periodun tərsidir. Yəni biz 2-ni tərs formasında yazsaq, 2-də 1 və yaxud 0,5 şəklində yazarıq. Saniyə üstü -1. Sürətdən bizi soruşuruz. Sürət, əgər biz sürəti tapmış olsa, biz dalğanın yayılma sürətini
təyin etməliyik. Dalğanın yayılma sürətini əsasən bu şəkildə hesablayacağıq. Dalğanın yayılma sürətini təyin edərkən biz bilirik ki, V bərabərdir lambda vurulsun nü şəklində də yaza bilərik və ya lambda bölünsün T şəklində. Lambda ümumiyyətlə dalğanın bir periyod ərzində getdiyi məsafədir. Bu da 4 amplituda bərabər olur. Yəni bir periyod ərzində biz dedik ki, hər hansı bir dalğa 4 dənə amplitud gedir. 4 dənə amplitudu hesablasa 4'ü 0,2'ye vurmalıyıq. Bu zaman olacaq 0,8. Tezlik də bizdə tapdıq ki 0,5'dir. Hesablayaq. Yəni bunları bir-birinə vursaq, bu zaman alacaq 0,4. Vahidi də olacaq metr bölünsün saniyə. Demək biz bu şəkildə qrafikdən istifadə edərək amplitudu, periodu, dalğa uzunluğu, tezliyi və sürəti hesabladıq. Keçək digər tapşırığa. Şəkildə enlə və uzunluğa dalğaların sxemi təsvir olunmuşdur. Təsviri iş vərəqinə çəkərək dalğanın amplitudunu və dalğa uzunluğunu göstərin. Biz bu şəkildə amplitudu təyin etmiş olsa, amplitud demişik ki, bizdə qabarığın hündürlüyü və ya çökəkliyin də hündürlüyü nəzərdə tutulur. Yəni biz burada rəqəmi götürməliydik. Yəni bu hündürlük nəyə bərabərsə amplitud onu nəzərdə tutur. Dalğa uzunluğu isə cismin başladığı nöqtəyə qayıtmasıdır. Sadəcə bu zaman dalğa uzunluğu ərzində bir period getməlidir. Vaxt müddət bir period olmalıdır. Bir period yəni tam rəqs getməlidir. Tam rəqs olması üçün biz bilirik ki, yəni buradakı perpendikulyar bizim üçün A götürdüksə, amplitud götürdüksə və yaxud buradan da götürə bilərik. Amplitud götürdüksə, dalğa uzunluğu üçün 4 dənə amplitud götürməliyik. 1, 2, 3, 4. Yəni biz burada 4 amplitudu dalğa uzunluğu kimi götürə bilərik. Yəni bizim dalğa uzunluğumuz əslində 4xm-ə bərabər olacaq və yaxud 4a şəklində də yaza bilərik. Keçək digər tapşırığa. Burada da bizdən soruşulur ki, şəkildə enlə və uzunluğu dalğaların sxemi təsvir olunmuşdur və bizdən soruşulur ki, iş vərəqinə çəkərək dalğanın amplitudunu, dalğa uzunluğunu göstərin. Dalğanın amplitudunu biz təyin etmiş olsaq, bu zaman bu şəkildə təyin edərik. Dalğa uzunluğunu çəkmiş olsaq, bu zaman biz bunun mərkəzindən bir düz xətt keçirməliyik. Çünki dalğanın istiqaməti sağa doğrudur. Amplitud bizdə burada həmin xəttdən yuxarı hissə olacaq. Yəni olan hündürlük nəzərdə tutulacaq. Yəni bizdə bu hündürlük, biz bunu qəbul edəcəyik amplitud. Dalğa uzunluğunu isə təyin edərkən biz demişdik ki, dalğa uzunluğu adətən həm uzunluğa dalğada iki sıxlaşma və seyrəkləşmə arasındakı məsafədir. Yəni biz burada iki sıxlaşmanı və yaxud iki seyrəkləşmə arasındakı məsafəni dalğa uzunluğu kimi qəbul edəcəyik. Keçək digər tapşırığa. Digər tapşırıqda verilmiş dalğa ilə eyni tezlikli, lakin böyük amplitudlu dalğanı necə təsvir edilir? Böyük amplitud deyəndə bizim artıq dalğamız daha hündürdə olmalıdır, yüksəkdə olmalıdır. Amma tezlik deyirsə, tezlikdə yəni nöqtələr arasında dəyişiklik olmayacaq. Gəlin bunu çəkək. Böyük amplitud deyirsə, biz daha hündürdən başlayıb, amma yenə də həmin nöqtələrdən keçəcəyik. Bax, bu şəkildə çəkməliyik. Çünki tezlikdə heç bir dəyişiklik baş vermir. Yəni zaman anlarında dəyişiklik baş verir. Bax, bu şəkildə çəkə bilir. Burada deyilir ki, eyni amplitud daha böyük tezlik dalğanı. Yəni biz burada çəkdiyimiz dalğanın amplitudu, yəni hündürlük dəyişikliyi baş vermir. Lakin tezlikdə dəyişiklik olur. Tezlik daha çox olanda dalğalar daha sıx yerləşmiş olur. Yəni mən burada bunları daha qabaqlamalıyam. Daha sıx çəkməliyəm. Yəni bu şəkildə, amma hündürlüyündə dəyişiklik olmamalıdır. Yəni bu şəkildə çəkib davam etdik. Yəni biz bu halda görə bilərik ki, burada qabarıq və çökəkliklərin sayı daha çox olur, tezlik böyük olanda. Keçək digər tapşırığa.
Deyilir ki, tapşırıqdakı kəndirbaz diqqət etdi ki, o ayağını kəndinin üzərinə qoyduqda şəkildəki kimi təsvir olunan dalğa yaranır. Yayılma sürətini bizə verib, tezliyini bizdən soruşur. Ümumiyyətlə bizə verilən məsafəyə baxsaq, diqqət yetirsək 2 metr. Bizdə bu 2 amplituddur, 2 dənə amplituddur. Amma biz dalğanın yayılma sürətini taparkən biz demişdik ki, 2 qabarıq və 2 çökəkliyi nəzərdə tutmalıdır. Yəni 4 dənə amplitud olmalıdır. Bizə isə bunun yarısı verilib. Ona görə də bizdə burada amplitud, dalğa uzunluğu daha doğrusu 4-ə bərabər olacaq. Çünki bizdə dalğa uzunluğunun hesablanmağımız üçün dalğa bir tam periyod keçməlidir. Yəni tam rəqs olmalıdır. Tam olması üçün yarısını çəkib, yarısı qalmış olduğundan 4 metr yazırıq. Sürəti isə 2,4 metr bölü saniyə. Tezlik bizə verilib. Tezlik nü hərfinə işarə olunur. Yazırıq nü bərabərdir sual. Sonra dalğanın yayılma sürəti V bərabərdir lambda və nü düsturundan istifadə edəcəyik. Qiymətlərini qoysaq 2,4 bərabərdir lambdanın yenə 4, nüyünü bilmirəm x. X'i buradan tapsaq 2,4'ü 4'e bölməliyik. Bu zaman cavab olacaq 0,1, 0,6 hertz. Yaxud 0,6 saniyə üstü mənfi bir şəkildə də yaza bilərik. Keçək digər tapşırığa. Digər tapşırıqda da siz görə bilərsiniz. Bizə tezlik verilib və onun eninə dalğanın bir hissəsi verilib və bizə sürəti soruşur. Tezlik bilirik, nü hərfinə işarə olunur, nü yazarıq 1,4 hertz. Bizdə verilən məsafə görürsünüz ki, dalğanın 4'dən 1 hissəsidir. Yəni tam dalğanın 4'dən 1 hissəsidir. Çünki biz demişik ki, 4 dənə amplitud olmalıdır ki, məsafə həmin 4 dənə amplitud bizdə dalğa uzunluğuna bərabərdir. Amma bizə verilən isə 4'dən 1 hissəsidir. Ona görə də bizdə verilən rəqəmi dalğa uzunluğu hesablamaq üçün rəqəmi 4'ə vurmalıyıq. 4'ə vurulan zaman isə alacağıq 1,2 metr. Bizdən dalğanın yayılma sürətini V-ni soruşur. V bərabərdir sual. Yenə də sürətin sütununu yazırıq. V bərabərdir lambda vurulsun nü. Qiymətlərini qoysaq 1,4'ü 1,2'yə vururuq. Hesablasaq həmin bu cavabı. Cavab edəcək 1,68 metr bölünsün saniyə şəklində yazarıq. Demək, biz burada dalğanın yayılma sürətini sizinlə hesabladıq. Keçək digər tapşırığa. Deyilir bizə ki, arı dəqiqədə 600 dəfə qanad çalır. Onun periyodunu təyin edin və cavabı saniyə ilə ifadə edin. Dəqiqədə deyirsə, yəni zaman 1 dəqiqədir. Yazırıq 1 dəqiqə. Bunu mütləq şəkildə saniyəyə çeviririk. Çünki əsas vahidlər biz bilirik. Zamanda saniyədir. Bu da eləyir 60 saniyə. Say verilir bizə 600 dəfə. N bərabərdir 600. Deməli, bizə burada say n bərabərdir 600 verilmişdir. Daha sonra bizə periyod soruşur. Periyod böyük T hərfinə hesablanır. Böyük T'nin düsturunu yazırıq. Böyük T bərabərdir kiçik T bölünsün n. Bərabərlik qoyub yerlərini, qiymətlərini qoysaq, yəni 60'ı 600'ə bölməliyik. Bu da bizdə eləyəcək 0,1. İxtisar etsək 0,1 saniyə edəcək. Keçək digər tapşırığa. Bizə deyilir ki, tezliyi 0,1 saniyə mənfi 1, maksimum nöqtələr 1'dən 5'ə qədər nömrələnib. İkinci və dördüncü maksimumlar arasındakı məsafə, yəni bizdə bu verilən məsafə 12 metrdir. Sürəti tapın. Dalğanın yayılma sürətini təyin edirik. Əvvəlcə tezliyi yazaq. Tezlik nü hərfidir. 0,5 saniyə üstü mənfi 1. Burada heç bir dəyişiklik etmirik. Dalğanın yayılma sürəti demişik ki, ya 2 qabarıq və ya 2 çökəklik arasında məsafə, ya da tam periyod keçməlidir ki, biz buradakı məsafəni götürə bilək. Əgər cisim 2 nöqtəsindən başlayıbsa, 4 amplitud getməlidir. 4 amplitud getməsi üçün 3'ə qayıtmalıdır. Yəni, əgər 3'dən başlayıbsa, tezdən 4'ə qayıtmalıdır. Bu da belə göstərir ki, bizdə əslində 2'dən 4'əcə 2 rəqs baş vermişdir. Yəni 2 tam rəqs baş vermişdir. Onda biz 1 tam rəqsi götürürüksə, bizdə olacaq dalğa uzunluğu
verilən rəqəmin yarısı, yəni 6 metr olacaq. Bizdən sürət soruşur. V bərabərdir sürət. Sual şərsi. V-nin üstünü yazsaq, lambda vurulsun nü. Onun qiymətlərini qoysaq, yəni biz burada 0,5-i 6-ya vurmalıyıq. Cavab eləyəcək 3 metr bölünsün saniyə. Yəni əsas məsələdə bizdə dalğa uzunluğunu təyin etməkdir. Dalğa uzunluğu da biz demişik ya 2 qabarıq və yaxud 2 çökəklik arasında məsafə götürülür və yaxud tam periyod yaranmalıdır. Yəni bir tam periyod üçün 4 dənə amplitud getməlidir. Biz də burada görə bilərik ki, bizdə əslində 2 dənə qabarıq mövcuddur. 2 ilə 4 arasında və 2 dənə çökəklik varsa, onda verilən rəqəmi 2-yə bölürük. Keçək digər tapşırığa. Digər tapşırıqda bizə deyilir ki, dalğa uzunluğu verilib, yəni lambda bərabərdir 2 metr. Tezlik verilib bizə. Nü bərabərdir 8 saniyə üstü mənfi 1. Bizə zaman da verilib 5 saniyə. T bərabərdir 5 saniyə. Tapmalı məsafənin sürətini, bizə soruşur periyodu tapın. Dalğanın yayılma sürətini tapın. Bir də 5 saniyə ərzində dalğanın yayıldığı məsafəni tapın. Məsafə bizə is götürək. Burada sual. İndi baxaq. Bizdə əvvəlcə tezlik, periyodu soruşur. Bilirik ki, periyod tezliyin tərsidir. Yəni 1 bölünsün nü şəklində yazsaq, biz bu zaman 8-də 1 alarıq. Saniyə. Dalğanın yayılma sürətini tapmaq istəyiriksə, V bərabərdir. Lambda nü şəklində yaza bilərik. Lambda vurulsun nü. Yəni 2-ni 8-ə vurmalıyıq. Bu da edəcək 16 metr bölünsün saniyə. Daha sonra bizdən soruşulur 5 saniyə ərzində gedilən məsafə. Biz burada tapmalıyıq ki, 5 saniyə ərzində dalğanın yayıldığı məsafə. Biz bilirik ki, dalğanın yayıldığı məsafə S bərabərdir. Ümumiyyətlə gedilən yol bilirdik ki, 4 A N şəklində yazılır. Bizə 4A dalğa uzunluğudur. Dalğa uzunluğu da bizə verilib 2. N isə bizdə biz hesablayırıq, periyodun üstündən də yaza bilərik. Yəni bunu qeyraqda biz qeyd eləyək. Biz bilirik ki, periyod ümumiyyətlə kiçik t-nin n-ə olan hasilidir. N-ə olan nisbətidir. Biz burada n-i tapmış olsaq, kiçik t-ni böyük t-yə bölməliyik. Yəni 2 vurulsun. Kiçik t bizdə 5 saniyə verilib. Böyük t isə 8-də 1 verilib. Bunu hesablamış olsaq, 5-i 8-də 1-ə böləndə 40 alınır. 40-ı da 2-yə vurarsaq 80 metr almış oluruz. Demək biz bu məsələdə sizinlə periyodu, dalğanın yayılma sürəti və 5 saniyədəki məsafəni hesabladıq. Digər tapşırığa. Digər tapşırıqda bizə deyilir ki, şəkildə təsvir olunmuş dalğaların 1-3 nöqtələri arasındakı məsafə 6 metrdir və sürət verilib. Yenə də periyod tezliyi dalğa uzunluğu. 2 versə 1-3 nöqtələri arasında məsafə deyilir. Yəni biz buradakı məsafəni bizə verib ki 6 metr. Amma biz bilirik ki, dalğa uzunluğu 2 sıxlaşma, 2 seyrəkləşmə arasındakı məsafədir. Biz də baxsaq görərik ki, burada da 2 dənə dalğa uzunluğundan danışa bilərik. Bir bu dalğa, 1 və 2 nöqtələri, bir də 2-3 nöqtələri arasında. Onda biz belə nəticəyə gəlirik ki, bizdə dalğa uzunluğu verilən rəqəmin yarısı olacaq, yəni 3 metr. Sonra bizə sürət verilib 0,5 metr bölünsün saniyə. Bizdən periyod soruşulur. Bizdən tezlik soruşulur. Bir də lambda soruşulur. Dalğa uzunluğu soruşulur. Biz əslində dalğa uzunluğunu tapdıq. Dedik ki, dalğa uzunluğu bizdə verilən rəqəmin yarısı olacaq. Çünki verilən nümunədə bizdə 2 qabarıq, 2 çökəklik verilmişdir. Sürətin üstünü yazsaq V bərabərdir. Lambda vurulsun nü şəklində yaza bilərik. V-ni yerinə 0,5, lambdanı yerinə 3, nü-nü bilmirik, x yazsaq, bizdə onda nü
0,5'i 3'ə bölməliyik. Bölək. Bu da təqribi olaraq 0,17'yə bərabərdir. Saniyə və ya hertzdə yaza bilərik. Amma biz periodu tapmış olsa, həmin %17'nin tərsini hesablamalıyıq. Yəni 17'də 100 şəklində də yaza bilərik. Bu da eləyəcək təxminən 5,88 olacaq. Cavab da vahid olaraq saniyə yazılır. Demək biz burada sizin məsələ həllində dalğa uzunluğunu, tezliyi və periodu hesabladıq. Keçək digər tapşırığa. Digər tapşırıq sonuncu tapşırıq hesab olunur və bizə deyilir ki, gölün səthində dalğanın yayılma sürəti 6 metr bölü saniyədir. Dalğa uzunluğu da bizə verilib. Bizdən tezliyini və periodunu təyin edin deyir. Dalğanın yayılma sürəti V-də yazırıq. V bərabərdir 6 metr bölünsün saniyə. Bu işlədiyimiz məsələlərə nəzərən daha sadə məsələdir. Çünki hamısı artıq sözlə bizə deyilir. Dalğa uzunluğu 3 metrdir. Bizdən tezlik soruşulur, yəni nü. Bir də bizdən period soruşulur. Yazsaq V bərabərdir lambda vurulsun nü. Rəqəmləri yerinə qoysa 6, 3 vurulsun x. X yəni nü bizdə 2'yə bərabər olacaq. 2 ters. Amma periodu tapsa, period demişik ki tezliyin tərsidir. Yəni 1 bölünsün nü şəklində yazırıq. 1 bölünsün 2. O da eləyəcək 0,5 saniyə. Demək bu məsələdə sizinlə periodu, tezliyi hesablamış olduq. Dalğanın yayılma sürətindən istifadə edərək bütün bunları hesabladıq. Və biz bu dərsimizdə sizinlə dalğanı xarakterizə edən fiziki kəmiyyətləri öyrəndik. Onlar kəmiyyətlər arasında nə kimi fərqlər var və hansı halda hansı kəmiyyəti təyin etmək mümkündür və hər birinin müəyyən düsturları ilə, şərti işarəsi, ifadələri ilə tanış olduq və bəzilərini isə biz məsələ həllində demək olar ki, tətbiq etdik və öyrəndik ki, məsələ həllində bizə həm riyazi, həm də sözlə verilən zaman həmin dalğanı xarakterizə edən fiziki kəmiyyətləri necə hesablamaq mümkündür. Dərsimiz bu qədər. Gələn dərslərə qədər sağ olun.